Əziz bilgələr, bu dəfə sizə nə deməkdir layihəsini çəkmirəm. Bu dəfə sizə çəkdiyim oxşarlıqlar layihəsidir. Oxşarlıqlar layihəsində sizə bu gün İslamı qəbul etmiş nümayəndə yaxud hökmdarların adlarını sıralamışam. Birinci növbədə elə İslam dininin bizə müjdəçisi kimi göndərilmiş Məhəmməd Peyğəmbəri qeyd etmişəm. Çünki özü birinci İslam dinini qəbul etmişdi. Sonra məsəl üçün Qarafanlı hökmdarı 932-ci ildə Satıq Buğra İslam dinini qəbul etmişdi. Səlcuq bəy 10-cu əsrdə İslam dinini qəbul edibdi. O hökmdar olmayıbdı, amma sülalənin əsasını qoyan adam kimi qeyd etmişəm onu. Qazan xanın hakimiyyət illərini götürürsünüz, İslam dini qəbul etməsi var, amma dəqiqinin bilmirik nə zamanda din islahatına görə amma qeyd olunubdur. Bir də Özbək xan var. Bu Özbək xan da Qızıl Ordu hökmdarı Özbək xandır və bu belə deyək ki, nümayəndələr yeni din olaraq İslam dinini qəbul ediblər. Bunlardan savayı bir də yeni din qəbul edənlər, yaxud yerli din qəbul edənlər var. Onların da ayrıca siyahısını dərc edəcəm. Əgər sizin bu siyahıya əlavə eləməyiniz hökmdar, nümayəndə varsa, adını rəylərdə qeyd edə bilərsiniz.